Bildiyimiz kimi avtomobil yağlarında standartlar olur. Məsələn, AP, Amerika standartı, Avropa standartı və yaxud da ki, şərq ölkələri standartı, İLSAQ, AP və ASEA. Bundan da başqa avtomobil istehsalçı, mühərrik istehsal edənlərin özünün tələbləri olur avtomobil yağlarına. O da OEM Approvals kimi qeyd olunur. OEM Approvals Azərbaycan çevirdə OEM təsdiq gedir. OEM özü ümumiyyətlə Original Equipment Manufacturer, yəni ki, orijinal avadanlıq istehsalçısının təsdiqidir. Bu, məsələn, Mercedes təsdiqləri olur. Məsələn, 229.53, 229.50, 51 və yaxud da 229.3. Bu, hər bir bu təsdiqin özünün müəyyən tələbləri olur. Yəni, biz bildiyimiz kimi yağ istehsal edən şirkətlər, avtomobil istehsal edən şirkətlərlə daim təmasda olurlar və avtomobil istehsal edən şirkətlər, xüsusilə mühərriklə istehsal edən şirkətlər yağlara müəyyən tələblər qoyurlar həmin o yağ şirkətlərinə və o yağ şirkətləri də ona uyğun formullar hazırlayırlar. Və həmin o yağ, avtomobil istehsal edən şirkətlər həmin o yağı götürür, müəyyən testlər keçirdirlər. Məsələn, belə 100 saatlıq, 500 saatlıq məsələn, testə qoyurlar və oradan analizlər götürərək təsdiqləyirlər ki, bəli, bu yağ bizim bu avtomobildə tam şəkildə istifadə oluna bilər. Bu, belə deyil. Bir növ istifadəçi bu OEM təsdiqini görəndə tam arxayın olur ki, artıq buna Mercedes zavodu özü qarant tutur ki, yəni bu yağ tam şəkildə sizin avtomobilinizdə bir də zəmanətidir. Elə ki, həmin o, misal üçün, Mercedes zavodunun bu yağa olan, bu tələbləri olan zəmanəti kimi. Və sözsüz ki, bunun üçün də yağ istehsalçı həmin avtomobil şirkətinə müəyyən məbləğdə pul ödəyir, bu da həmin məhsulun qiymətini də qaldırır. Yəni, bu sənəd şəklində olur. OEM təsdiqi olmasa belə, biz birinci növbədə götürürük standartı. Məsələn, tutaq ki, Amerika Birləşmiş Ştatlarının AP standartı var. Məsələn, SN standartıdırsa və yaxud SP standartıdırsa, sizin avtomobilinizə o tələb qoyulubsa ki, SP standartı olan yağ süzülsün, orada artıq avtomobil markasının rolu oynamır. Məsələn, istər Mercedes olsun, istər BMW və yaxud da digər. Çünki ümumi götürəndə daxili yanma mühərriklərin iş prinsipi eyni olur. Sadəcə bəzi mühərriklərdə əlavə qurğular olur və yaxud da ki, birbaşa püskürmə yoluna alışma gedir. Ona görə yəni, belə xüsusi bir yağ yoxdur ki, deyək ki, məsələn, bu 530 ancaq Mercedes üçün istehsal. Belə bir şey yoxdur. Bütün yağlar ümumi istehsal olunur. Və onlara da ümumi standartlar qoyulur. Sadəcə bu OEM təsdiqləri artıq o tələbkar istehlakçılar ki var, məsələn, baxır ki, mütləq mən bu yağı istifadə edim, çünki mənim Mercedes zavodu buna zəmanət. İcazə verir. İcazə yox, zamin durur. Zamin durur. Yəni, icazə onsa hamısına verir. Amma bir də var ki, zamindir ki, rahat bunu... Yəni, problem olmayacaq. O da sözsüz ki, burada bir marketing məsələsi də var. Yəni, həmin o avtomobil istehsalçılara ödəniş alırlar, həmin yağ şirkətlərinə və bir növ onun bir marketing hissəsi də var. Yəni, orada o zamin olmasa belə, əgər standarta cavab verirsə, o sizin... 208-ə kim zamin durur? Bizdə, məsələn, bütün demək olar avtomobil şirkətlərinin həmin o OEM təsdiqləri var. Ona görə də həmin o OEM təsdiqləri nə qədər çox olsa, məhsulun qiyməti də qalxır. Çünki onlar onun üçün ödəniş edirlər. Burada bir məsələni də qeyd edeyim, yəni yeri gəlmişkən, bəzi yağlar var ki, məsələn, əsasən də ucuz yağlar, hansı ki, belə müəyyən şey məlumdur, onlar həmin o OEM təsdiqini yazırlar həmin yağların üzərinə, amma faktiki o sənədi almırlar. Əslində bu sənəd şəklindədir. Məsələn, istənilən bir istehlakçı bizə deyəcək ki, məsələn, siz yazmışsınız ki, bunun üstündə 229.5 var da təsdiqi. O bizdən tələb etsə, biz onu sənəd şəklində, Mercedesin imzalı şəkildə sənədi ona təqdim edəcəyik. Çünki bu sənəd şəklindədir. Fərdi olaraq kimsə onu tələb edirmi? Olub bizdə məsələn şirkətlər. Şirkətləri bildim, amma fərdi olaraq məsələn arzu gedir yağı dəyişməyə, gəlir 208-i görür. Tək-tük hallarda rast gəlinib. Bizdə hərdən elə tələbkar müştərilər olur ki. Əslində saytın özünə daxil olub, saytda bu məlumatları görə bilərlər.